Salam dostlar. Mən toyuq filesindən popcorn hazırlayıram. Toyuq popcornum üçün nə lazımdır? Belə toyuğun döşəti. Toyuq filesini belə xırda-xırda doğradıq. Duz səpirik ona belə. Biraz paprika səpirik. Toz. Biraz da acılı paprika. O şirin idi, şirin. Yəni qırmızı biberin tozudur, şirin. Bu da acı biberin tozu. Qarışdırırıq belə hamısını bir yerdə. Un səpirik belə ona. Onunla da qarışdırırıq. Belə yumurta vururuq. Sındırırıq 2 yumurta üstünə. Yumurta ilə belə qarışdırırıq. Belə pankov, suxarik tökürük üstünə. Qarışdırırıq. Bu da toyuq popcornumun aqibəti. Yəni bu cür olur. Dostlar, mən bunu friturda qızardıram. Yəni fri aparatında, məzə qızardan aparatda. Yəni aşpaz işləyən adamlar bilir. Mənə sual verirsiniz, bəs harda qızardırsınız bunu? Yəni orada çox dadlı olur, qəşəng olur. Düz mən hamısını düzəltməmişəm, hələ ki düzəldirəm. Amma bunu siz üçün çəkib göstərdim ki, yəni bu cür olur.